Azərbaycan 30 ildən artıqdır ki, Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edərək dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi, vətəndaşlar üçün bərabər inkişafların yaradılması və digər istiqamətlərdə ardıcıl addımlar atır. Bunu İqtisadiyyat Nazirinin müavini Anar Axundov BMT-nin dayanıqlı inkişaf üzrə əməkdaşlıq çərçivəsinin yüksək səviyyəli birgə rəhbər komitəsinin iclasında bildirdi. Onun sözlərinə görə bu tərəfdaşlıq Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlərlə uzlaşdırılması mühüm töhfə verib. Fəaliyyətin ilkin mərhələsi olaraq İqtisadiyyat Nazirliyi ilə BMT-nin rezidens əlaqələndiricilisinin ofisi tərəfindən Naxçıvanda və azad edilmiş ərazilərdə ilkin mərhələdə Şuşa şəhərində müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində lokallaşdırılma təşəbbüslərinin başlanması üçün işlər görülür. 2026-2030-cu illəri əhatə edən çərçivə sənədi bu baxımdan iki əsas prioritet istiqamətli müəyyən edir. 1. İnklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi və ekosistemlərin qorunması, iqlimə davamlıq və yaşıl artımın təşviqi. İkinci strateji prioritet, ekosistemlərin qorunması, iqlimə davamlıq və yaşıl artımın təşviqi istiqamətlərində isə inteqrə olunmuş su ehtiyatların idarə olunması, bərpa olunan enerjinin ümumi enerji istehlakında payının, tullantıların təkrar emal səviyyəsinin, eləcə də meşə örtüyünün payının artırılması nəzərdə tutulur. Anar Axundov BMT ilə əməkdaşlıq üzrə yeni çərçivə sənədinin ümumi maliyyə yükünü də açıqladı. O bildirdi ki, Azərbaycanın BMT ilə əməkdaşlığı üzrə 2026-2030-cu illəri əhatə edən yeni çərçivə sənədinin ümumi maliyyə yükü 85,3 milyon ABŞ dollarıdır. Həmçinin 2027-ci ildə Azərbaycanın 5-ci könüllü milli hesabatı təqdim etməsi planlaşdırılır. Yeni çərçivə sənədi üzrə ümumi maliyyə yükü 85,3 milyon ABŞ dollarıdır. Bu vəsaitdən layihənin maliyyələşdirilməsi üçün 51 milyon dollar vəsait mövcud olmaqla 34 milyon dollar vəsait isə qarşıdakı 5 illik dövr ərzində cəlb olunmalıdır. Bu istiqamətdə BMT təsisatları və dövlət qurumlarının birgə fəaliyyəti arzu olunan nəticələri çatmaq baxımından əhəmiyyət kəsb edir. Azərbaycan bugün dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi üzrə 4-cü könüllü milli hesabatını təqdim etmiş az sayılı ölkələrdən biri kimi çıxış edir və 2027-ci ildə ölkəmiz tərəfindən 5-ci könüllü milli hesabatın təqdim edilməsi planlaşdırılır. Tədbirdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı müvəqqəti rezidens əlaqələndiricisi İqor Qarafuriç bildirdi ki, Azərbaycanın bu il Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsi mühüm qlobal mərhələdir. Bu il keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumu çərçivəsində Azərbaycan ətraf mühit və şəhərsalma sahəsində gördüyü işləri nümayiş etdirmə imkanı əldə edəcək. Lakin ən vacib məqam ondan ibarətdir ki, Azərbaycan dialoq üçün platforma yaradır. Ölkələrin bir-biri ilə ünsiyyət qurması üçün şərait təmin edir. Forumda nazirlər və dövlət başçıları da iştirak edəcək. Bu münasibətlə tədbirin təşkilində əməyi olan qurumları və məsul nazirləri təbrik edir və 13-cü Dünya Şəhərsalma Forumunun uğurla keçəcəyinə ümid etdiyimizi bildiririk. İqtisadiyyat Nazirinin müşaviri Hüseyn Hüseynov bildirdi ki, əmək bazarının dəyişən tələblərinə uyğun insan kapitalının yetişdirilməsi tədbirin əsas mövzularındandır. 5 alt məqsədi və 18 hədəfi mövcuddur. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən bu məqsədin metodologiyası işlənib, hazırlanıb və təsdiq olunubdur. Bu məqsədin əsas alt məqsədləri sırasında mina təhlükəsizliyinin aradan qaldırılması, mina təmizlənməsinə hökumət tərəfindən sərf olunan vəsaitlər, minadan əziyyət çəkən insanların sayı, mina təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq tərəfdaşlıq kimi məsələlər öz əksini tapıbdır. BMT-nin Azərbaycandakı rezident koordinator ofisinin rəhbəri Kanako Mabuchi və Azərbaycan hökuməti arasında imzalanmış yeni əməkdaşlıq çərçivəsi ilə ölkənin milli prioritetlərinə uyğun olaraq strateji əməkdaşlığın yeni mərhələsinin başladığını bildirdi.
Biz hamımız Azərbaycanın milli inkişaf prioritetlərini və ölkənin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün səylərini dəstəkləyirik. Əvvəlki əməkdaşlıq çərçivəsi üzrə 4 əsas prioritet istiqamət müəyyən olunmuşdu. Birincisi, inklüziv iqtisadi artım idi. İkincisi, daha keyfiyyətli dövlət və sosial xidmətlərin göstərilməsi üçün güclü institutların formalaşması. Üçüncüsü, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə. Dördüncüsü isə qadın və qızların səlahiyyətləndirildiyi gender bərabərliyinə əsaslanan cəmiyyətin qurulması idi. Əvvəlki əməkdaşlıq çərçivəsi Azərbaycan hökuməti və ölkədə fiziki və ya proqram səviyyəsində fəaliyyət göstərən 19 BMT qurumundan ibarət BMT komandası tərəfindən həyata keçirilib. Tədbirdə səsləndirilən fikirlər və təqdim olunan təşəbbüslər Azərbaycan ilə BMT arasında tərəfdaşlığın daha məqsədyönlü və nəticəyönümlü mərhələyə keçidinə zəmin yaradır. Qeyd edildi ki, qarşıdakı dövrlərdə birgə fəaliyyətlər konkret hədəflərə əsaslanaraq koordinasiyalı şəkildə davam etdiriləcək və əldə olunan nəticələr ölkənin davamlı inkişaf gündəliyinə töhfə verəcək.